Sizə uşaqlar mövzu 1-dən 6-ya kimi olan yığılma testləri uyğun 60 sualın həllərini başlayacağım sizə. Demək, başlayırıq birinci sualdan. Baxırsınız, hər ikisinə nə görürsünüz? 64. 64'ü alırıq mürtəzə xaricinə. 141'dən çıxırıq 41'i. Eləyir 64 vurulsun 100. 6400. Bu birincinin həllidir. İkincisi, hər ikisinə nə görürük? Yenə 63 görürük. 63'ü çıxardıram mürtəzə xaricinə. 83'dən 73 çıxıram. 63 vurulsun 10. Eləyir 630. Hər ikisinə nə görürük? 125. 125. 125 çıxardıram mürtəzə xaricinə. 47 üstə gəlinsin 23, 53 yazıram. 47'nin üstüne 53 eləyir 100 vurulsun 125. Elədi 12500. Dördüncüsü. Hər ikisində eyni olanına görürük. 52'ni görürük. 52'ni çıxardıram mürtəzə xaricinə. 213 üstə gəlinsin 387. O da olacaq 52 vurulsun 600. 2 yazırıq. 1 yadda 30. 1 burada 2 dənə 0. İkinci çalışmanın birincisi. Demək, baxırıq. Hər ikisinə nə görürük? 9. Baxın, mürtəzə kimi yazaq. Demək, baxıram misal. Baxın, mürtəzələr qoyuram. Bir mürtəzə, bu da ikinci mürtəzə olsun. Hər ikisinə nə görürük? 9 görürük. 9'u çıxartdım. 54 üstə gəlsin 46 aldım. Üstə gəlsin hər ikisinə nə görürük? 6 görürük. 6'nı çıxardırıq. 65 ilə 35'i bir toplayırıq. Bərabərdir. 9 vur 100 üstə gəlinsin 6 vurulsun 100. Hər ikisinə nə var? 100. Hər ikisinə baxın 100 var. 100'ü çıxardıram. 6'ın üstüne 9 gəldik. Eləyir 15. Yanında 2 dənə 0. Yəni 1500. İkincisi. İkincisində baxırıq. Bax, bu ikisini bir götürürük. Bu ikisini də bir götürürəm. Hər ikisində nə görürəm? 12'ni. 12, 82 üstə gəlinsin 18 yazıram. Üstə gəlinsin 21 vurulsun 91 üstə gəlsin 9 yazıram. Bərabərdir. 12 vurulsun 100. 21 vurulsun 100. Hər ikisində 100'ü görürəm. 100'ü çıxardırıq mürtəzə xaricinə. 12 üstə gəlinsin 21. 33 vurulsun 100. 3300. Üçüncüsü. Baxırıq. Bax, belə mürtəzə alırıq. Qruplaşdırırıq yəni. Hər ikisinə 75 görürəm. 69 üstə gəlsin 31. Üstə gəlsin hər ikisində 15 görürəm. 68 üstə gəlsin 32. 75 vur 100. Üstə gəlinsin 15 vurulsun 100. 100'ü çıxardıram mürtəzə xaricinə. 75 üstə gəlsin 15. 90 vurulsun 100. 9000 eləyir. Dördüncü misal. Hər ikisində nə görürük? Baxın burada. 55, bir də 55 baxın. 55'i çıxartdım. 713 üstə gəlinsin 287. Üstə gəlsin hər ikisində nə görürəm? 45. 45. 525 üstə gəlsin 475. Olacaq 55 vurulsun 1000. Üstə gəlinsin 45 vurulsun 1000. 1000'i çıxardıram mürtəzə xaricinə. 55 üstə gəlsin 45 yazıram. 1000 vurulsun 100. Olacaq 100.000. Üçüncü misal. Birinci fəhlə 20 detal. İkinci fəhlə isə 25 detal. Cəmi detal hazırlar. 45 detal. 1 saata. Bəs 8 saata nə qədər hazırlayacaqlar? Bu bir günədirsə 5 günə də vururuq 5'e.
olacaq 10.800. Ortaq vuruq. Demək belə yazırıq. Bunu belə eləyim. 10 və 20-nin hər ikisinin bölündüyü ədəd 10. 10'u yazıram. A üstə gəlinsin. 20'ni 10'a bölündüyü neçə eləyir? 2B. 27 və 45'in hər ikisinin bölündüyü ədəd 9. 3M üstə gəlinsin 5N. Çünki 27'ni 9'a böləndə 3 eləyir. Yanında da m'sı 45'ni 9'a böləndə 5 eləyir. 5N. 7 və 14'ün hər ikisinin bölündüyü ədəd 7. X 14 də 7'ye bölsəm 2 Y eləyəcək. Burada ise ortaq vuruq yoxdur. Mümkün değil. Keçdik 5-ci suala. 1000 burada olacaq 100. 50'den 10 çıxırıq 45. 1145. 6-cı sual. Baxırıq. Demək uşaqlar, burada 48 vur 1 yazır. Çünki istənilən ədədi 1'ə vursan özünə bərabərdir. Hər üçün hamısında nə görürəm? 48, 48, 48, 48. 48'i çıxartdım. 12 üstə gəl, 14 üstə gəl, 4 üstə gəl, 1. 31 vurursan 48. 1488 eləyəcək. Baxırıq 7-ci suala. 54 ne yazır? Necə yazıram? 27 vurulsun 2 vurulsun 17 yazaq. Bucaq vurulsun 34. 2'nin 17'ye var neçə edir? 34. Nəyimiz qaldı? Demək 3 bucağımız neymiş? 27. Baxırıq buna. 170 dənə yüzlük. Yəni 2 dənə 0 əlavə edirsiniz. Çıxıram 28 dənə təkliyi. Olacaq 2 7, 9, 6, 1. 16.972. Cavab C variantı. 9-cu sual. Baxırıq. 18 və 6'nın hər ikisinin bölündüyü ədəd 6'dır. 18'i 6'ya bölsək 3C qalır. Üstə gəlsin 6 deyəni də 6'ya bölsək D qalır. Bərabərdir. 3C üstə gəlsin D'nin qiyməti nədir? 30. Yəni 6 vurulsun 30. 50 neçə? 180. Baxırıq 10-cu suala. 4 vurulsun A kvadratı bərabərdir A kubu. A kubu nə deməkdir? A vur A vur A. A vurulsun A. A vur A vur A. Baxın. A'mızın qiyməti nə olur? 4. A'nın qiyməti 4 isə 4'ün də 4 misli neçə eləyəcək? 10. 6. Demək, bu onun neydi? Təkliyi, onluğu, yüzlük, bu da nədir? Minlik. Neçə dənə minliyi var? 3 dənə minliyi var. Yəni 3003 vurulsun 1000 deməkdir. Demək, A'nın qiyməti nədir? 3. Neçə dənə yüzlüyü var? 4 dənə yüzlüyü var. 5 dənə onluğu var. 8 dənə də təkliyi var. Demək, B'nin də qiyməti neymiş? 8 imiş. 3, 8, 6, 2. 3000, 1000, 2000, 3000, 800 yazacağım 500, 600, 700, 800, 60. Bu da 2. Cevap olur Y bəndi. 12-ci sual. Demək, 27.040 alınıbsa, demək, A'nın qiyməti nə olmalıdır? 3 olmalıdır ki, yanındakı 6'dır, üstünə 1 gələndə 4 olsun. A'nın qiyməti 3'dür. Burada nə yazıblar? 60 yazıblarsa, onda demək B'nin də qiyməti nə olmalıdır? 6 olmalıdır. 3 ilə də 6'nı toplayırıq. Verir neçə? 9. Baxırıq buna. Demək, 3 dənə 100 minlik var. Tərkibə bu onun təkliyidir. Onluq, yüzlük. Baxırıq yüzlüyə. Neçə dənə yüzlük var? 5 dənə yüzlük var. Demək, Y-in qiyməti neymiş? 5. 4 dənə minliyi var. X 6 dənə də nəyi var? 10 minliyi var. 6 dənə də 10 minliyi var. Ədədin özünü yazırıq. 3, 6, 4, 5, 2, 6. 364.526. Minliklərə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzlük, minlik. Minliyə qədər yuvarlaqlaşdıraq.
36. Bura 5 olacaq. Yanında üstünə 0. Alınan ədədlə yüzlüklərə qədər yuvarlaqlaşdır. Yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Təkik onluq yüzlük. 6, 4, 5, 0, 0. Və onlar bir-birindən çıx deyir. Çıxaq 0, 0, 500. Cavabımız olur 500. 14-cü suala baxırıq. Demək 500 olacaq 40, 561. 561 budur. 500, 600, 769. 769 da budur. Sonra deyək ki, 561 ilə 769'u topla. 3 yazırıq. 1, 12, 13. Aldıq 1330. Sonra deyək ki, alınan ədədin onluqlar mərtəbəsindəki vahidlərin sayı 3'dür. Bax, onluqlar mərtəbəsindəki vahidlərin sayı 3'dür. Onluqlarının sayını tapanda bir dənəsin üstünə xətt çəkirik. Onluqların da sayı 133'dür. Deyək 133 3'dən nə qədər böyükdür? Deyirsən 130. 5-ci sual. Onluqların sayı. Ədədin onluqların sayını tapanda nə edirik? Bir dənəsin üstünə xətt çəkirik. 73. Onluqlar. Sonra siniflərə bölürsünüz. Təkliklər sinifi. Bu da olacaq nə? Minliklər sinifi. Minliklər sinifi var. 97 dənədir. Yəni 97 dənə sinif neçə vaid var? 97. 6 rəqəmi bir ədəd yazıram. A, B, C, D, Y, F. Yazdıq. Sonra deyək ki, minliklər sinifi. Bu onun təkliklər sinifidir. Minliklər sinifi budur. Minliklər sinifini 3 vaid artır. Yazdıq bunu. Təkliklər sinifindəki hər bir rəqəmi 4 vaid azalt. Azaltdım. Bu da onun təkliklər sinifidir. Bunu artırdım. Bunu azaltdım. Bir-birindən çıxırıq. 6, 5, 5, 2, 3, 3. Demək aldıq 332.556 vahid. Böyük olanın işarəsini götürürsünüz. Artır. 17-ci misala baxırıq. 17. 45, A, 8, B, 4. Yuvarlaqlaşıb olubdur. 46, yanında 4 dənə 0. Deyək ki, A üstə gəlsin, B bərabər 15 olsun. 46.000 olsun deyə A'nın qiyməti nə olmadı? 5, 6, 7, 8, 9. 5'in üstüne 10 gələndə 15 edir. Amma B-ni yerinə 15 qoya bilmədik deyə ona görə üstünə xətt çəkirik. 6 üstünə 9 gəlsən 15, 7 üstünə 8 gəlirsən 15, 8'in üstünə 7 gəlirsən 15, 9'un üstünə 6 gəlirsən 15. Sizə deyir ki, AB'nin ən böyük qiymətini tap. 6 vurulsun 9, 54, 7 vurulsun 8, 56. Ən böyük olacaq 56. 18-ci sual. X rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədəddir. 9, 8, 7. Onluqlar mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsi rəqəmdən altı və böyükdür. Bu onluqlar mərtəbəsi bu da olsun təkliklər altı və böyük olur. Ən kiçik 4 rəqəmli tək ədəd 1001. Baxırıq. Ədədin rəqəmləri fərqi 5'dir. Baxın. 6'dan 1 çıxanda yeri neçə? 5. Demək, bura nə getdi? A variantı. Sonra ədədin rəqəmlərin cəmi 2'dir. Baxırıq. 1, 0, 0, 1. Neçə eləyir? 2. Demək, bura nə getdi? B variantı. 99 yüzlüyü var, yoxdur olacaq. 98 dənə onluğu var, doğrudur. 8, onluq. D variantı da bura getdi. Y variantı səhvdir. Baxırıq. 7, 6, 7654 vurulsun 163 üstə gəlsin 7654 vurulsun 37. Hər ikisinin ortaq vurğu nədir? 7654. 654'ü çıxartdım. 163 üstə gəlsin 37 yazıram. O da olacaq 7654 vurulsun 200. 153.000 daha doğrusu 1.530.800 800 cevabımız olur D variantı. Demək 20-ci sual. Mürtəzələr açırıq. 5A üstə gəlsin 7B çıxısın 4'ü vururam 2'ye.
Daha da üstə gəlsin. 8A 4'ü vururam B'ye. Çıxma işarəsi qoyuram 4B. Çıxılsın 8A, çıxılsın 15. 8A'dan 8A'nı çıxırıq. Gidrollar qaldı 5A. Baxırıq B'ye 7B. Çıxılsın 4B. Üstə gəlinsin 7B'dən 4B'ni çıxırım 3B. Çıxılsın 15. Cavab B var. Baxırıq 21-ci suala. Hər ikisində 123'ü görürəm. 123. 123'ü çıxardıram. Mörtəzə xaricdən 36. Üstə gəlinsin 28. 64 vurulsun 77. 123 vurulsun 64. 64 vurulsun 77. Hər ikisində 64'ü görürük. 64, 64. 64 olur. 123 üstə gəlsin 77. 64 vurulsun 200. O derece 128. Yanında 2 tane 0. Demek 22. suala baxırıq. Bu onun təkliyidir. Onluğu, yüzlüyü. Baxırıq. 100'e vurulan ədəd nədir? 2. Demek y neymiş? 2 imiş. Minlik, 10 minlik. 10 minliyə vurulan ədəd nədir? 6. Demek x'imiz 6'dır. Y'imiz nədir? 2'dir. Sonra aparıb yerine qoyuruq. 2, 6, 5, 2, 3, 7. Baxırıq suala. 10 minliklərə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzlük, minlik, 10 minlik olacaq. 27, yanında 4 tane 0. Yəni 270 min. Baxırıq birinci. A'ları qruplaşdıraq. 2A, bu da A. Neçə A inir? 3A. Üstə gəlinsin. B'lərə baxırıq. 2B. Hiçbir şey yok. 2B yazıram. Sonra C'lərə baxırıq. C. C üstə gəlsin 3C. Üstə gəlsin 4C olacaq. Bərabər nəyə? 50'ye. Birinci bunu qruplaşdırdıq. Sonra keçirik aşağıdakı misal qruplaşdırmağa. 9A'mız olduğu kimi qalır. 9A. Çünki başqa A yoxdur. 4B üstə gəlsin 2B. Neçə edir? 6B. 4C üstə gəlsin 8C. Üstə gəlinsin 12C. Çıxılsın 30. Baxın 3 idi 9 olubdur. 2 idi 6 olubdur. 4 idi 3 olubdur. Neçə dəfə artıbdır? 3 dəfə. 3A üstə gəlinsin 2B üstə gəlsin 4C bərabərdir. De çıxılsın 30 var. Çıxılsın 30 bərabərdir. Mörtəzədədir. 3 vurulsun. Bunun qiyməti 50'dir. Yəni bunun ifadənin qiyməti 50'dir. Çıxılsın 30. Edir cavabımız 120. 24-cü sual. A çıxılsın B fərqi ən böyük natural ədəd olsun. A'nın yerinə 9 yazıram. B'nin yerinə 0 yazıram. Çünki 0 ilə başlayan ədədimiz olmadığı üçün bunun yerinə 9, bunun yerinə 2 yazıram. 9, 2, 2, 8, üzü üstürəm 0. 0 üzü üstürəm. Burası 0 yazmalıyam. 2, 0, 8. 10 mindən çıxıram. Mini eləyir 9208. Demək olacaq. Ve 208 cevap C variantı. 25. sual. Onluqların sayını tapanda bir dənəsi üstünə xətt çəkirik. 5, 0, 7, 4 olur. Təkliyi olan, onluqların sayı qədər təkliyi olan ədədin minliklər sinifi. Sinifləri ayırsan bu onun təkliklər sinifidir. Bu onun isə minliklər sinifidir. Neçə dənə oldu? 85. 26. 3 rəqəmli ədədin sağına 5 yazılır. Bir dənə 3 rəqəmli ədəd götürürəm və sağına 5 yazıram. 100'ü oldum neçə? 1005. Neçə dəfə artdım? 100'ü 10'a vurub üstünə 5 gəlirlər. Yəni 10 dəfə və 5 faiz nədir? Artdı. Baxırıq bu misala. Demək 24 A, B, 8 yuvarlaqlaşıb olub neçə? 25 min. Düzdür. Deyək ki, A üstə gəlsin B neçə olar? 24 idi 25 min olubsa onda A'nın qiyməti olacaq 5, 6, 7, 8, 9. B'nin qiyməti A'nın yerinə 5 qoysaq 9'dan 5 çıxacaq 4.
9'dan 6 çıxacam 3, 9'dan 7 çıxacam 2, 8 çıxsam 1, 9'dan 9 çıxsaq 0 eləyəcək. Deyir AB'nin ən kiçik natural qiyməti. Natural deyir uşaqlar. Yəni 8'i 1'ə vuranda cavabımız nə olur? 8. 9'u 0'a vuranda 0, 0 natural deyil. Deyir ki 4A, 2, B, 8. A rəqəminin mərtəbə qiyməti. A rəqəminin mərtəbə qiyməti, yəni vururam 1000'ə. B rəqəminin mərtəbə qiyməti, bu B vurulsun 10 olur. Yəni 10B bərabərdir 2050. Üstündən xətt çəkirik, yəni 10'a bölürük hər tərəfi. 100A üstə gəlinsin B bərabərdir 205. A'mızın qiyməti 2. 100'ü vururuq ki 200. 205'dən də 200'ü çıxsa B'nin qiyməti nə olur? 5. Demək bunu yazdıq. Sonra 3, 2, 8, 5 yazırıq. Rum rəqəmi ilə bunu yazırıq. 1000, 2000, 3000, 280, 80, bu da 5. Cevabımız bu da. 29. Yüzüklərə qədər 3700 alan ədədin ən böyük, ən kiçiyinin cəmini tapın. Demək 3700'ü vururuq 2'yə, çıxırıq 1'i. Cavab edir 7399. Yüzüklərin sayı onluqların sayından. Baxaq 30-cu sual. 4 rəqəmli bir dənə ədəd götürün. Baxın A, B, C, D. Bunu yüzlüyünü tapıram. Yüzlüyünü tapanda nə edirik? 2 dənəsi üstünə xətt çəkirik. Yüzlük. Bəs onluğunu tapanda nə edirik? A, B, C edirik. Olur nə bunun? Onluğu. Deyək ki, onluğundan yüzlüyün çıxaq. Bərabərdir 426. Doğrudur. A'nın qiyməti baxın. A'nın altında baxın 4 yazılır. Demək A'nın qiyməti nədir? 4. Demək A'nın yerinə nə yazırıq? 4 yazırıq. 4'ün üstə 2 gəlir. Neçə eləyir? 6. Demək 6'dır. Amma birin bura versə veriblər deyə. Baxaq bura. Burada 6 yazaq. Düzdür. 2 yazırıq burada. Amma bax 6'dır. 6'ın birin bura verəndə 5 eləməlidir bura. Bunda nə edirik? B'nin yerinə 7 yazırıq ki 6 olsun. Birin o tərəfə verəndə. 12'dən də 7 çıxanda 12'dən də daha doğrusu 7'dir. 6. Burada 7 yazıram. 6 ilə 7'nin toplu neçə eləyir? 13. Demək B'nin qiyməti 7. C'nin qiyməti nədir? 3. Yazıram 4, 7, 3. Yanında bir dənə 0. C'nin yəni D'nin də yeri bir dənə 0 yazıram. Yuvarlaqlaşdırıram. Yüzlüklərə qədər olur 4700. Baxırıq bu misala. 1000, 2000, 2090, 900, 2900 olacaq 65. 2965. Onluqlara qədər yuvarlaqlaşdır. Onluqlara qədər yuvarlaqlaşdırdım. 2970 edir. Bunu qeyd edir, deyir bir dənə A hərfi ilə. 2965 yuvarlaqlaşdırırsan neçəyə qədər? Milliliklərə qədər. Milliyə qədər yuvarlaqlaşdıran olur neçə? 3000. Bunu da qeyd edirəm bir dənə nə? B hərfi ilə. 3000'dən çıxıram 2970'i. Neçə edir cavabımız? 30. 2 rəqəmli ədədin sağına. 2 rəqəmli ədəd götürürük 10. Sağına 1. Daha doğrusu ayrıca qeyd edim 10 idi. Sağına 1. Soluna qeyd edirəm 2. Ədəd necə dəyişdi? 10'u vururam 10'a 10 dəfə və 2000 bir vahidliyi nədir? Artdı. Yəni 10 idi oldu 2101. Ortaq vırıq. 51 ilə 56 ilə 21'in hər ikisinin bölündüyü bir ədəd seçirəm 7. Və başqa nə var burada? B hərfi də var hər ikisində olan. B-ni də çıxardıram mürtərizə xaricinə. 21'i 7'yə bölünəm 3'a. 56'nı bölürəm 7 edir neçə? 8-ci. Cavabımız olur A variantı. 34-cü misal. 34. Demək ki, birinci A variantında nə deyir bizə? 9C üstə gəlinsin 6D.
9 və 6-nın hər ikisinin bölündüyü ədəd 3-dür. 3-ü çıxarsam 9-u 3-ə bölsəm 3C üstə gəlinsin 2D eləyəcək. O da bərabərdir nəyə? 120-yə. Onda 3C üstə gəlinsin 2D. 120-ni böləcəm 3-ə. Eləyəcək necə? 40. Demək 3C üstə gəlinsin 2D 40-a bərabərsə bura A variantı gedir. B variantına baxırsınız. 15C üstə gəlinsin 5D bərabərdir 150. 5'i çıxardıram. 3C üstə gəlinsin D bərabərdir 150. 150. 150. 3C üstə gəlinsin D. 150'ni də 5'ə bölürəm eləyir neçə? 30. Demək 3C üstə gəlinsin D bərabərdir 30. Misal hansına aiddir? İkinciyə B getdi. Üçüncü C'yə baxaq. 30C çıxılsın 24D bərabərdir 360. 24 və 30'un hər ikisinin bölündüyü ədəd nə olacaq? 6. 36'ya bölürəm 5C, 24'ü 6'ya bölürəm 4D bərabərdir 360. 5C çıx 4D bərabərdir 60. Baxarıq 3-cüyə nə variantı gedir? C variantı. Baxaq D variantına. D variantını nə yazıbdır? 12C. 12C üstə gəlinsin 8D bərabərdir. Neçə? 160. 12 və 8'in hər ikisinin bölündüyü 4'dür. 3C üstə gəlinsin 2D bərabərdir 160. 3C üstə gəlinsin 2D bərabərdir 40. Demək D variantı ikinciyə də getdi. Birinciyə B, ikinciyə A, D, üçüncüyə C variantı getdi. 35-ci suala baxırıq. Demək 5, A, 7, 3, B, 4 yuvarlaqlaşıb. Olubdur neçə? 600 min. 600 min olubdur. Və deyir ki, A üstə gəlinsin B nəyə bərabərdir? 7'yə. Elə ədəd götürməliyik ki, bu 600 min olsun. A-nın qiyməti olacaq. Onda A-nın qiyməti 5, 6 olacaq. Bir də 7 olacaq. Çünki 8, 9'da mənfi ədəd alınır. B. 5 olsa 5'in üstünə nə gəlsəz 7 eləyəcək. Birini göstərim. B bərabərdir 2 qiyməti. 2, 1. Buradan olacaq 0. Ödülən hasilin ən böyük qiymətini tapın. Ən böyük hasilin deyirsə, onda olacaq 5'i 2'yə vursa neçə eləyir? 10. Baxırıq bu misal. Mötəzəni vurub açırıq. 7'ni vururuq 5'ə. 35'ə. 7'ni vururuq B-yə. 7B. 7'ni vururuq 6'ya. Olur neçə? 42. 42. Üstə gəlsin. 3'ü vururam 2A'ya. 6A. Üstə gəlsin. 3'ü vururam 7'yə. 21B. 3'ü vururam 10'a. Olacaq neçə? 30. Üstə gəlsin 7A. Üstə gəlinsin 7'ni də 2'yə vururam 14B. Sonra başlayırıq seçməyə. A'ları seçək. 35A. Üstə gəlsin 6A. Üstə gəlinsin 7A. O da olacaq 48A. Baxırıq o birisinə. 7B. 21B. Bir də 14B. Toplasaq 7, 21, 28, 28'dən 14 gəlirəm. 42B eləyir. Bir də baxırıq. 42 çıxsın 30. O da eləcə üstə gəlinsin 12. Demək 48A üstə gəlinsin 42B üstə gəlinsin 12. 37-ci sual. 5 rəqəmlər ədədin 438 yüzlüyü varsa bu ədəd 10 minliklərə qədər 498 B, D yazaq. 5 rəqəmli ədəddir. Bu ədəd 10 minlikdə təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyə qədər yuvarlaqlaşdırsaq. Sadəcə 50 min. 38. Deyək ki, 5 rəqəminin mərtəbə qiyməti. Mərtəbə qiyməti deyəndə verilən ədədlərin üzərinə qoyuruq 5'i, qalanların yerinə 0 qoyuruq. O da olacaq cavabımız 555.055.
Deyək ki, rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazılan ən kiçik 5 rəqəmli ədədi minliklərə qədər yuvarlaşdırın. Ən kiçik 5 rəqəm. Demək, 23.457-dir və minliklərə qədər yuvarlaqlaşdır. 23.000. O da olacaq A variantı. Deyək, mərtəbəyə toplanılan cəm şəklində yazılıbdır. A üstə gəlsin, B-ni tap. Demək, bu onun nə idi? Təkliyi. Təklik. Bu onun nə idi? Onluğu. Onluğa baxın, istəyən onluğu var. B-nin qiyməti olacaq 6. Yüzlük, minlik. Minliyin qiyməti nədir? 3. Demək, A-nın da qiyməti nədir? 3. 3 ilə də 6-ını toplayırıq. Edir neçə? 9. 41-ci suala baxırıq. Demək, yazıram belə 52, A, 8, 3, B, 6. Bunu yazdıq. A üstə gəlinsin. B-də bərabərdir nəyə? 5-ə. A-bin rəqəmlə yazın ki, alınan ədəd 100 minliklərə başında neçə olsun? 5.300.000. 300.000 olsun. Demək, A-nın qiyməti olmalıdır 5. Üstə gəlsin 0 bərabərdir 5. Demək, A-nın qiyməti 5. B-nin də qiyməti olmalıdır 0. Yüzlüklər mərtəbəsində duran rəqəmin qiyməti təkliklər sinfindəki vadinin nə qədər azdır? Qiyməti dediyi üçün yüzlüyün tapırıq. Qiyməti 700 olur. 742. Təkliklər sinfi də 742-dir. 742-dən 700-ü çıxacaq. Cavabımız eləyəcək necə? 42. Demişəm ki, belə bir misallarda 43-cü misalda x, y-in yerinə qiymət qoyursunuz. 1, 2, 0, 0, 1, 2 bölünsün neçə? 12. 12 12'ye bölürsən 1, 12. 0 bölünmədikcə 0 yazırıq, 0 bölünmədikcə 0 yazırıq, 1 bölünmədikcə 0 yazırıq, 2 yazırıq, bir də 1 yazırıq. Alınır cavabımız 10.000'də 10.001. 10.001. Cavabımız Y variantı. 44-cü sual. Demək, A üstə gəlsin B 8 olmalıdır. Demək, A'nın qiyməti, buradan da B'nin qiymətini yazacaq. A'nın qiyməti olsun neçə? 1 olanda B'nin qiyməti 7 olur. A'nın qiyməti 2 olanda B'nin qiyməti 6 olur. A'nın qiyməti 3 olanda B'nin qiyməti 5 olur. Çünki cəmi 8 olmalıdır. 4 olanda 4 olur. 5 olanda 3 olur. Sonra 6 olanda 2 olur. 7 olanda 1 olur. Bir de 8 olanda 0 olur. 8 olanda 0 olur. Neçə cütlüyümüz var sayaq? 1, 2, 3, 4, 5, 6, 7, 8 cütlüyümüz var. 8 cütlüyümüz var. S'nin qiyməti bax. A, B, S. S'nin qiyməti isə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 dənə rəqəmdən ibarətdir. Hər cütlüyə bir də 10 dənə misal uyğun gəlirsə, rəqəm uyğun gəlirsə, ədəd uyğun gəlirsə, 8 dənə cütlüyə 8 vururam. Ona eləcə 80 dənə ədəd var. 45. Deyək ki, 6, 2, A, 7, 8. A rəqəminin mərtəbə vahidi. Mərtəbə vahidi neçə olacaq? 100. Və mərtəbə qiymətin hasilini. Mərtəbə qiymətdə olacaq 100'a. Yəni 100 vurulsun 100'a bərabərdir 40.000. 1, 2, 3, 4. 1, 2, 3, 4 üstdən taka çəkirsiniz. A'nın qiyməti nəyə bərabər olur? 4'ə. Bu ədədin minliklər sinfindəki vahidlərin sayı təkliklər sinfində ədədin özünü yazaq. 6, 2, 4, 7, 8. Bu ədədin minliklər sinfi. Minliklər, bax, bu təkliklər sinfidir. Minliklər sinfi olur 62. Vahidlərin sayı təkliklər sinfindəki vahidlərin sayından nə qədər azdır? Yəni 478'dən deyir 62'ni çıx. Olacaq 6, 1, 416. 7 rəqəminin mərtəbə qiyməti ilə 0, 7, 7, 4, 7, 8, 7, 1 mərtəbə qiyməti verilən mərtəbədə olduğu kimi rəqəm yazılır. Axırda sıfırlar yazılır. Mərtəbə vahidinin üstünə 1 yazılır. 1,
0, 1, 0. Deyək ki, mərtəbə qiymətli ilə mərtəbə vaidlərini topla. 8, 0, 8, 0, 8. Toplayandan sonra isə neçə dənə milli var? Milliyi tapanda isə milliyi tapanda 3 dənə üstünə kaç çəkirik? 3 dənə milli var. 808 dənə milli var. Demək, A-nın mərtəbə qiyməti ilə mərtəbə vaidin fərqi. A-nın mərtəbə qiyməti olacaq 1000 A, mərtəbə vaidi olacaq 1000. 1000 A-dan çıxıram. 1000-i bərabər eləyirəm nəyə? 3000-ə. Onda 1000 A bərabərdir 3000-dən 1000-i toplayırıq. Olacaq 1000 A bərabərdir 4000. A da bərabər nəyə? 4-ə. Sonra deyir, alınan nədir? Nəyə qədər? Yüzüklərə qədər yuvarlaqlaşdır. 9, 4, 5, 4, 3. Yüzlüklərə qədər nə yuvarlaqlaşdır? O da 9, 4, 5, 0, 0. 94500. Cavabımız olacaq B variantı. 7 rəqəminin mərtəbə vaidlərinin cəminin ən yüksək mərtəbə vaidlərinə qədər yuvarlaqlaşdır. 7-yə baxalım. Mərtəbə vaidi üçün 1 qoyuruq. 0, 0, 1, 1. 0, 1, 1. Yuvarlaqlaşdırırıq. Ən yüksək mərtəbə vaidi olacaq 1. O da olacaq 1, yanında 3 dənə 0. Yəni 10. Yüzlüklərə qədər 5300 cəminin yüzlüklər mərtəbəsinin mərtəbə qiyməti ilə mərtəbə vaidinin cəmini tapın. Birinci 5300-ü vururam 2-yə, çıxıram 1-i. 0, 0, 6, 10, çıxılsın 1. 2-1 çıxaq. Çıx 1. 9, 9, 5, burada olacaq 10. Bunu tapdıq. Deyir, cəminin yüzlüklər mərtəbəsinin mərtəbə qiyməti ilə, yüzlüklər mərtəbəsinin mərtəbə qiyməti ilə mərtəbə vaidin cəmini tap. Mərtəbə vaidi olacaq 100. Olacaq cavabımız 600. Deyir ki, sənə 7, 8, 8, 9, 7, 6 yuvarlaqlaşdırıblar olub necə? 790.000. Hara qədər yuvarlaqlaşdırıblar? Demək, təklik, onluq, yüzlük, minlik, 10 minliklərə qədər yuvarlaqlaşıbdır. Keçdi bunu. A-nın qiyməti 6-dır. Çünki təklik, onluq, yüzlük, minlik, 6 dənə minliyi var, 2 dənə yüzlüyü var, 20 dənə onluğu var. Burada 2 yazıram. Demək, A-nın qiyməti 6, B-nin qiyməti nədir? 2. Bunu qeyd elədik. Sonra sənə deyir ki, 2, 6, 9, 7 ədədini rum rəqəmi ilə yaz. 2000, 1000, 2000, 500, 600. Bura olacaq 97. Baxırıq buna. 1, 2, 0, 1, 2 bölünsün. A, B-nin yeni rəqəmlər qoyuruq. Yendirəm. 1, 2 qoymuşam. 3, 4 də qoya bilərsiniz. Fərqi yoxdur. 1, 12, 0 bölünmədiyin üçün bir dənə 0 yazırıq. 1 bölünmədiyin 0 yazırıq. 2. O da olur 1. Demək, 1001 cavab aldıq. Bu da olacaq M1. Cavab Y variantı. 53. Demək, baxırıq burada 8, 9-a çevrilsin deyə nə olmalıdır? Burada 7 durubdur. Təklik onluq 100. Yüzlüklərə qədər yuvarlaqlaşıb. 175 olub 180. Demək, bu onluqlara qədər yuvarlaqlaşıb. 78.197 çönüb olub 78.000 olubdur. 78.000 o da olacaq minliklərə qədər yuvarlaqlaşıb D variantı. C, B, D. Demək, ədədinin təkliklər sinifinin vaidlərinin sayı, təkliklər sinifinin vaidlərinin sayı. Bu ədədin onluqların sayına neçə vaid? Onluqlar ədədin onluğunu tapanda bir dənəsinin üstünə xətt çəkirik. 3, 1, 2, 7, 3, çıxılsın 738. Bura olacaq 5, 3, 12-dən 7 çıxıram, olacaq 5, 0, 3. Demək, olacaq 30.535. Vurub açaq mürtəzələri olacaq 8A üstə gəlinsin 4B üstə gəlinsin 3A üstə gəlinsin 3'ü 4'e vururuq 12B üstə gəlinsin 6B. A'ları bir yığaq 8A olacaq 3A. Neçə eləyəcək 11A üstə gəlinsin
4B, 12B, 6B, 22B. 11 ve 22'nin hər ikisinin bölündüyü ədəd 11'dir. A, 22'nin də 11'ə bölünmə olur neçə? 2B. Və A üstəgəlsin 2B'nin də qiyməti neçəyə bərabərdir? 4'ə. 11 vur 4 eləyir cavabımız 44. 56-cı sual. AB 7 çıxılsın AB bərabərdir 169. 7-dən neçə çıxsaq 9 eləyər olsun 8. B'mizin qiyməti 8'dir. 1 bura gedibdir. 7. 7'dən neçə çıxsaq 6 eləyər. A'nın da qiyməti 1 eləyəcək. A'mız 1. Və yaxud da bura baxın. Baxın A'nın qiyməti verilib. B'nin də qiyməti nədir? 8. 1-dən də 8'i toplayırıq. Cavabımız olur 9. C variantı. 58-ci sual. Baxırıq, hər ikisinə nə görürük? 70, 70. 70'i çıxardırıq. 50 üstə gəlinsin 60 yazırıq. Üstə gəlinsin 110. Üstə vurulsun 30. Vurulsun 30. 50 ilə 60 toplayanda 110 eləyir. Vurulsun 70. Üstə gəlinsin 110 vurulsun 30. Hər ikisinə nə görürük? 110'u görürük. 110 vurulsun 70. Üstə gəlinsin 30. 110 yanında 2 dənə 0. O da olacaq 11.000. Yazdıq. Verilmiş ədədləri onluq say sistemində yazın və cəmini tapın. 3987 3987 bura olacaq 1574 1574 bura baxırıq 495 toplayaq 3987 1574 üstə gəlsin 495 eləyir 6056. B variantı. 60-cı sualda baxaq. Demək A'ları bilirik 15'ə. Baxın uşaqlar 5A çönüb olub 15A. Neçə dəfə artıqdır? 3 dəfə. B yazıram 15A üstə gəlinsin B üstə gəlinsin 11B. Yəni neçə B olur? 12B. Üstə gəlinsin C üstə gəlsin 8 eləyir 9C çıxılsın neçə? 30. Bizə deyib ki 5A üstə gəlsin 4B üstə gəlsin 3C'miz nəyə bərabərdir? 60'a. 5 idim 15'e çevrildim. 4 idim 12'ye çevrildim. 9 idim 3 idim 9'a çevrildim. Demək neçə dəfə artmışam? 3 dəfə. 15, 12 və 9'un hər ikisinin bölündüyü ədəd. 3'ünün 5A 4B 3C çıxılsın nə? 30. O da bərabərdir 3 50 60 3 vurulsun 60 çıxılsın 30. 180 çıx 30. O da bərabərdir 150. Cavabımız olur 150.